Azərbaycan-Belarusya münasibətləri daim inkişaf eləyir. Biz rəqəmlərdə bunu görürük və bizim ticarət əlaqələrimizə baxanda 2025-ci ilin birinci rübündə artıq ciddi həm ixracda, həm idxalda artım var. Ümumiyyətlə bu 101 milyon dollar dəyərində 100 milyon dollardan biraz artıq ticarət dövriyyəmiz mövcuddur və bunu bugün təşkil elədiyimiz biznes forumda da həm biz, həm eyni zamanda Belarusiya tərəfi də vurğuladı ki, həm ixrac əməliyyatlarında Azərbaycan Belarusiya üçün 11-ci yerdən 7-ci yerə qalxıb. Bu özü bir göstəricidir, statistik göstəricidir ki, ticarət əlaqələri inkişaf eləyir. Bugün demək olar ki, bütün iqtisadiyyatın önəmli sahələrini təmsil edən 70-yə yaxın hər iki ölkə tərəfindən şirkətlər iştirak eləyirdi. Biz düşünürük ki, bu şirkətlərin iştirakı, aparılan iki tərəfli danışıqlar həmin o danışdığımız rəqəmlərin artımı, ixrac əməliyyatlarının praktik artımına öz töhfəsini verir. Bugün imzalanan sənədlər də önəmli bir sənədlərdir. Onlar əsasən ticarətlə bağlı, ticarət sazişləridir. Bizim ixal və ixrac əməliyyatlarına uyğun olan, eyni zamanda Kiçik Orta Biznes İnkişaf Agentliyinin Belarusiyanın əmtəə birjası ilə imzaladığı sənəd də çox önəmlidir. O mənada ki, həmin birjanı ümumiyyətlə Belarusiya dövləti tərəfindən dövlət alımları və digər önəmli alımlar istiqamətində olan yeganə və vahid bir platformadır.